Amma şiəlikdə bilirsən nə var? Şiəlikdə xums var. Xums nədir? Bu xəmsə söz də oradan gəlir. 5də 1 anlayışı. 5də 1 nədir? Məsələn, 1000 manat qazanmısansa, onun 200 manatını verməlisən. Xums budur ki, insan ildə bir gün müəyyən eləyir, bir gün. Məsələn, hansısa, istər miladi təqvimlə eləyə bilər, istər hicri qəməri ilə. Kasıb varlı fərqi yoxdur. Mən kasıb adamam, özümü güclə təmin edirəm, fərqi yoxdur. Və mən varlı adamam, xeyri yoxdur, fərqi yoxdur. Bir gün özünə təyin edirsən. İlin müəyyən gününü. Həmin gün bütün xərcləri təmin eləyəndən sonra, ailəvi təmin eləyəndən sonra, baxırsan ki, mənim əlimdə artıq nə qədər pul qalıb. Məsələn, qalıb 100 manat, məsələn. 100 manatın 20 manatı sənin deyil, xumsdur. Xumsu verirsən ya müctehidə, ya onun icazə verdiyi şəxslərə. Xumsu o insanlara verə bilərsiniz, verməlisiniz. Sən deyirən ki, yox, mən onu vermirəm, amma kasıblara əl tuturam. Qardaş, kasıblara əl tutmaq ayrı şeydir, xums vacibdir. 1 manatı malı var, qarışsa ibadətin qəbul deyil. Qiyamət günü İmam Zaman tələb eləyəcək xumsu bütün insanlardan. Tələb eləyəcək. Bu, mərkəzləşir və dinin təbliğinə sərf olunur. Bu, hər bir yerə sərf oluna bilməz. Bunun xüsusi ünvanları var ki, ora sərf olunmalıdır. Bunu ruhanilərin əlində etimad elədiyiz ruhani. Etimad edirsinizsə, bilirsiniz ki, başını kəssən 1 manata xəyanət eləməz. Kimdir sizin üçün belə bir adam? Ona xumsuzu verə bilərsiniz, icazəsi varsa. Xumsu ona müraciət edə bilərsiniz, o çatdıracaq ünvanına və bir hissəsində öz ixtiyarında olacaq, onu da lazım bildiyi yerə xərcləyəcək. Bunlar hamısı inam, etibar əsasında qurulur. Qəribə məsələdir ki, məsələn, belə yerə gələndə, mən nə bilim filan, hara xərcləyəcək, neynəyəcək? Amma görürsən ki, necə deyim, mən tərzdən təəccüblənirəm. Yaramaz insanların ixtiyarında gedir, öz vəsaitini qoyur. Aldanan adamlar, nalayiq adamlara özünün allanmağına imkan verən adamlar, neysə bura çatanda vasfası olurlar. Bu çox qəribə bir haldır.